Hər vaxtınız xeyir olsun dostlar. Yenə mən Azərbaycan Dünya İnformasiya Məkanında İctimai Birliyinin sədri Kamil Abdullayev. Dostlar, bugünkü çıxışımın əsas məqsədi ondan ibarətdir ki, sosial şəbəkələrdə bir də görürsən elə paylaşımlar qarşıma çıxır ki və bu paylaşımlara elə gözəl rəylər yazırlar ki, ilahi insan bilmir ki, neynəsin. Bilmir ki, kimə müraciət eləsin. Bu nə bəladır düşmüşük. Bu nə bilmirəm, problemdir bizi izləyir qarabaqara və bizim gənclərimiz demək olar ki, maarifləndirmə əvəzinə pozğun demək paylaşımlarla onların beyni doldurulur və bundan sonra biz nə gözləyəcəyik gənclərimizdən? Nə gözləyə bilər? Belə demokratiya olmur. Belə müstəqillik olmur, belə sərbəstlik olmur. Biz gərək bir ziyalı kimi öz fikirlərimizi deməkdən çəkinməyək. Nədən qorxuruq? Niyə qorxuruq? Siz təsəvvür edirsinizmi? O Belizar adlı bir sosial şəbəkə fəalı tutulubdur. Deməli, Daxili İşlər Nazirliyi tərəfindən bunu tutublar və orada görürsünüzmü? Ən çox gənc qızlarımız ağlaşır ki, və Belizar niyə tutulmalıdır? O gözəl oğlandır, o gözəl qızdır, o gözəl şəxsiyyətdir, nə bilim, nə. Ağlaşma başlayır ki, o xəstələrə yardım göstərir və s. və ilə axır. Bu nə deməkdir? Bu deməkdir ki, artıq gənclərimizin əksəriyyəti düz yolda deyil. Belə demək mümkündürsə. Və bunları kimlərdir eləyən? Sizə bir məsələni də qeyd etmək istəyirəm ki, bu yaxınlarda ölkə başçısı cənab İlham Əliyevin ailəsi haqqında, onun xanımı haqqında, onun qızları haqqında, onun gəlini haqqında sosial şəbəkələrdə qeyri-etik formada şəkillər paylaşdı Mehman Hüseynov. Onun haqqında mənfi fikirlər söylədi və s. Bunların hamısı haqqında yəqin ki, məlumatlıyıq. Mən sosial şəbəkədə bir çıxış elədim və bu çıxışın altında rəy bildirdilər. Rəy bölməsində demək olar ki, əksər gənclər yazır 72 sabun, nə bilim, girən, nə bilim, min cür ağırlarına gələn fikirləri sosial şəbəkələrdə rəy bölməsində mənim üçün qeyd edirdilər. Qardaş, bir məsələ var. Bu ölkə rəhbəridir. Ölkə rəhbəri haqqında mənfi fikir bildirən insanlar bizim düşmənimizdir. Tənqid etməklə təhqir eləməyin arasında dağlar qədər fərq var. Bu nə deməkdir? Deməli, biz istənilən formada təhqir eləməli. Yaxşı, bunlar təhqir eləyirlər. Bunlar təhqir eləyirlərsə bizim ziyalılarımız hardadır? Ölkədə bilirsiniz nə qədər qeyri-hökumət təşkilatı var, ictimai birliklər var, icma var, bilirsiniz. Və bunlar dövlətdən maliyyələşirlər. Qrant layihəsi adı altında. Niyə dövlət bugünə qalıbdır? Ona görə bugünə qalıb ki, heç bir qeyri-hökumət təşkilatı öz fikrini bildirmədi. Yaxşı, dövlət təşkilatı olsun. Bunları əgər öz fikirlərini bildirsələr, bu cənab prezidentin ailə üzvü haqqında bu qeyri-etik paylaşımlar barədə deyərdilər ki, bu dövlət adamıdır, ona görə. Və qeyri-hökumət təşkilatları niyə öz fikirlərini bildirmədilər? Niyə? Çünki bu qeyri-hökumət təşkilatları formal şəkildə yaradılıbdır. Və bu qeyri-hökumət təşkilatlarının arxasında həmin məmurlar durur. O məmurlar ki, onları İlham Əliyevin ailəsi yox, onları pul maraqlandırır. Bu deyirləri şərəfli insan, bir də şərəfsiz insan. Şərəfli insanla şərəfsiz insanın arasındakı fərq bilirsiniz nədən ibarətdir? Şərəfsiz insan o insandır ki, çörəyini səninlə bölür, amma arxada min cür oyun çevirir, min cür işlər görür, səni ən zəif yerindən vurur. Budur şərəfsiz insan. Bu necə ola bilər ki, ölkədə gör nə qədər qeyri-hökumət təşkilatı var, mindən çox. Ölkədə icma var, ölkədə birliklər var. Bunlardan biri çıxıb cənab prezidentin ailəsi haqqında paylaşılan qeyri-etik şəkillər, videolar haqqında öz fikrini bildirmədi. Bugün
demək olar ki, bizim ölkə rəhbərinin demək olar xeyir duası ilə yaranan Qərbi Azərbaycan icması var. Bu Qərbi Azərbaycan icması fəallığıyla bugün ölkədə bütün ictimai birliklərdən seçilir. Bu da qeyri-hökumət təşkilatıdır. Və bu Qərbi Azərbaycan icmasında baxırsınız, bazburutlu kişilər, vəzifəli kişilər, ondan sonra qalstuklu kişilər, hansı ki çıxırlar və xalq bunları tanıyır. Əksəriyyətini tanıyır. Və bunlar da öz fikirlərini bildirmədilər. Bunlar nə vecnədir, bunlara nə prezident, nə Mehriban Əliyeva. Bunlara lazımdır ki, ölkədə də deyəndə, yəni Azərbaycanda prezidentin ailəsinə içəridən nüfuz eləsinlər, parçalasınlar da və hökm sürsünlər. Bunlara o lazımdır. Bunlara nə gənclik, nə ədəb, nə erkən və bunların sayəsində biz bugünə düşdük. Bugün qeyri-hökumət təşkilatları qrant layihələri udublar. Həmin qrant layihələri onların gözlərindən gəlsin. Onların əksəriyyəti kimlərdir? Onların əksəriyyəti millət vəkillərinin, katibələrinin adına açılmış ictimai birliklərdir. Onların əksəriyyəti məmurların evlatlarına, qohumlarının adına açılmış ictimai birliklərdir ki, dövlətdən həm o tərəfdən bəhrələnirlər, həm bu tərəfdən. İndi ən əsası odur ki, bugün kim istəyirsə tənqid elə, heç kim sənə toxunmaz. Amma nə Badə Mehriban Əliyeva haqqında, İlham Əliyev haqqında müsbət bir fikir söyləyən kimi, qardaş, səni gəlirlər, aparırlar, ya cibinə narkotik çıxardırlar, ya səni təhdid eləyirlər, ailə ilə, uşaqları ilə elə bir günə salırlar ki, sən qorxursan ya, bu İlham Əliyev, Mehriban Əliyev, əsas da Mehriban Əliyevanı tərifləmək, yəni nə bir, onun haqqında müsbət fikir bildirmək bu qədərmi qanunsuzluqdur? Bu qədərmi ədalətsizlikdir? Yəni olmazmı Mehriban Əliyev haqqında müsbət bir fikir ifadə eləmək? Bəs necə olur ki, bir dənə velizar, bir sosial şəbəkədə kiməsə yardım göstərən bir insana qarşı bu qədər milyonlarla, bəlkə minlərlə Azərbaycan gənci müsbət fikir söylüyor. Amma Heydər Əliyev Fondu bu qədər insanlara yardım göstərir. Onların bayramlarını təbrik edir. Mehriban Əliyev haqqında bir də müsbət fikir söyləyən yox sosial şəbəkələrdə. Bu nədir? Bu nə bəladır? İndi prezidentin demək olar ki, xeyir duası ilə yaradılmış Qərbi Azərbaycan icması bugün prezidentin ailəsi ən pis durumdadır. Təhdid olunur, təhqir olunur. Amma digər o icmadan bizi görür hara sürükləyir icma. Əvvəllər yadımıza gəlirsə bu həmin icma idi ki, Türkiyədə Qərbi Azərbaycan dövləti yaratmaq istəyirdilər. Bunların deyir, hərə öz üçlüyünü xırdalayır. Bunlar üçün nə prezident? Bunlar istəyir ki, prezidentin ailəsinə nifaq salsınlar, parçalasınlar. Parçala və hökm sür. Bugün qorxudublar. Cənab prezidenti elə bir günə salırlar ki, Qərbi Azərbaycan olmasa sən dağılarsan, sən parçalanarsan, biz sizi dəstəkləyirik, cənab prezident, biz sizi dəstəkləyən Heydər Əliyev biz hakimiyyətə gətirmişik. Siz hardan hakimiyyətə gətirmişsiniz? Heydər Əliyev özü hakimiyyətə gətirib, xalq hakimiyyətə gətiribdir Heydər Əliyevi. Necə yəni siz danışırsınız? Boş-boş biz hakimiyyəti, biz olmasaq Heydər Əliyevin çoxdan nə bilim vəzifədən almışdılar və s. və elə belə ağlı sığmayan bu fərziyyələrlə bugün Qərbi Azərbaycan icması. Qərbi Azərbaycan icması bugünkü gün onun fəaliyyət göstərməsi nə ilə əlaqədardır? Niyə bu dövləti parçalayırsınız? Ancaq prezidentin ailəsini parçalamaq, Mehriban Əliyeva haqqında müsbət fikir söyləyənin anasını ağlatmaq və xalqı parçalamaqdan başqa bir şey deyildi. Mən bunu Qərbi Azərbaycan cəmaatına şamil eləmirəm hamısına. Qərbi Azərbaycan icmasının 60-70% gözəl insanlardır. Şərəfli, ləyaqətli, namuslu insanlardır. Amma bəziləri var ki, hansı ki onların ideyasından Qərbi Azərbaycan icması yaradılıbdır. Bəzilərinin haqqında
demək olar ki, Azərbaycanda xoşa gəlməz hallar çox olmasına baxmayaraq, onlar da Qərbi Azərbaycanda təmsil olunur. Baxın, prezidentin ailəsini təhqir eləyən, Mehriban Əliyevanı şərəfsiz, namussuz, ləyaqətsiz bir xanım kimi təqdim eləyən, Paşayevləri necə bir tayfa kimi təqdim eləyən insan bugün Qərbi Azərbaycan icmasında böyük bir yer alır. Çaxır oğrusu, şərab oğrusu Qərbi Azərbaycan icmasında böyük bir yer alır. Medinstitut deyilən tibb universitetini böyür üstə qoyan insan bugün Qərbi Azərbaycan icmasında böyük bir yer alır. Utanmırlar da, qızarmırlar da, bozarmırlar da, xalqın qarşısına çıxırlar və eyni zamanda özlərinə dəstək kimi o yaxşı adamlardan istifadə edirlər. Onlar da böyürlərində gətirirlər ki, görürsünüzmü, bu Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əlin Ağayevin bacısıdır. Amma onun bacısı gözəl bir insan, şərəfli bir insan, ləyaqətli bir insan, bir şairə, onun qəlbi, ürəyi təmiz bir insanı gətirib də Abil Məhərrəmovun yanında oturtmaq, Çaxır oğrusunun yanında oturtmaq bu söyüşdür. Həm Əlin Ağayeva qarşı hörmətsizlikdir, həm də ki, bizim Azərbaycanlılara qarşı hörmətsizlik. Qərbi Azərbaycan icması ümumiyyətcə nəyə görə təşkil olunubsa bilinmir. Bu xalqı bölməkdən ötürü, parçalamaqdan ötürü yaradılmış bir icmadır. Bu icmada ancaq vəzifələr, kimi hara vəzifəyə təyin, yuxarıda prezidentin yanında oturmuş insanlar bugün Qərbi Azərbaycan icmasını idarə edirlər. Onlara prezidentin ailəsi maraqlı deyil. İstəyir prezidentin ailəsinə əxlaqsız desinlər, istəyir pozğun desinlər, istəyir şərəfsiz desinlər. Biri çıxıb bir kəlmə danışmaz. Amma baxırsınız boyunun yoğunluğuna, baxırsınız və bu İlham Əliyevin çörəyini yeyirsin. İlham Əliyev sizi müdafiə edir. Çıxardınız da, niyə konferans keçirirsiniz? Ondan sonra iclaslar keçir. Bir iclasınıza həsr eləyərdiniz Azərbaycan Respublikasının prezidentinin ailəsinə qarşı ki, bəs belə bir təhqirlər olunur. Bu təhqirlərin qarşısını necə ala bilərik? Özdə niyə Qərbi Azərbaycan icmasında ancaq Qərbi Azərbaycanlılar oturmalıdır? Bu demək ki, siz parçalayırsınız ölkəni, dağıdırsınız. Əlinizə səlahiyyət verilibdir. Bu demək deyil ki, səlahiyyətdən istifadə eləyəsiniz. O, necə deyirlər onu? Bir insanın əsl simasını tanımaq istəyirsənsə, ya ona borc ver, ya onun tənqid et, ya da ki, ona səlahiyyət ver. İndi bugün sizə verilən səlahiyyətdən istifadə edib xalqı boğursunuz, xalqı acılıqla imtihana çəkirsiniz, xalqın vəzifələrini əlindən alırsınız, xalqı işdən çıxardırırsınız ki, bax, bu da İlham Əliyev siyasəti. Bunu başa düşməyə nə var? Siz burada hamınız vəzifədəsiniz. Hamınız 90%-i Qərbi Azərbaycandan vəzifədədirlər. Və siz bugün boğursunuz, adını da qoyursunuz ki, Mehriban Əliyevanın göstərişidir. Nə var? İlham Əliyev hakimiyyətinə son qoyasınız, bir yolluq məhv eləyəsiniz, anasını ağladasınız İlham Əliyev siyasətini və bundan sonra da öz deməli iddialarınızı həyata keçirəsiniz ki, burada bizi Bağdadda kör xəlifə. Hələ bir neçə il bundan əvvəl yadımıza gəlir Əli İnsanovun hökumət evinin qarşısındakı çıxışı ki, biz diktə eləməsək, bizim fikirlərimiz nəzərə alınmasa heç kim prezident ola bilməz. Bu İlham Əliyevin prezidentliyi dövründə olan çıxışıydı. Əli İnsanov. Əli İnsanov da siz susturmuşsunuz ki, qoy biz işimizi görək. Bu ölkəni Mehriban Əliyevanın hakimiyyətə gəlməsinə son qoyaq. Və qoyursunuz da, az qalıbdır. Qərbi Azərbaycan icması demək olar ki, Mehriban Əliyevanın əleyhinə İlham Əliyev tərəfindən yaradılmış bir icmadır. Aldadıblar İlham Əliyevi. Aldadıblar ki, biz sizi müdafiə edirik. Yalandır. Bugün ölkə qan ağlayır. Ölkəni qan ağladan da hamısı kimdir? O vəzifədə oturanlar, Qərbi Azərbaycan icmasındakı düzülüblər, belə, hamısı vəzifədədirlər. Amma söylən kimdir? Anasının görünə söylən kimdir? İlham Əliyev. Atasının görünə söylən kimdir? İlham Əliyev. Namusu tapdalanan kimdir? Mehriban Əliyeva, onun qızları. Nəyə görə? Nəyə görə? Ən yaxşı yaşayanlar bugün Milli Məclisdə oturanlardır. Onların da əksəriyyətini elə öyrədiblər ki, onlar da səslərini çıxartmırlar. Xalqın nifrətini qazanan kim olur? İlham Əliyev və onun ailəsi.
Və bunu İlham Əliyev belə fikirləşir, necə yəni axı bu inkişaf gedir hər yerdə. Niyə axı bu xalq bu qədər mənə qarşı belə kinli küdurətli olmalıdır? Onu yaradırlar cənab prezident. Onu yaradırlar. Onu da yaradanlar sizdən icazə alır və siz onlara o işte uğurları arzulayırsınız ki, get başqa işlə məşğul olmaq əvəzinə gəlib sizin siyasi kursunuzun əleyhinə işlər həyata keçirirlər. Və mən inanıram ki, kimsə bir vicdanlı insan çıxacaqdır bu Qərbi Azərbaycan icmasında və orada olan o negativ hallar ki var. Mən bütün Qərbi Azərbaycan icması deyəndə mən Qərbi Azərbaycanlıları nəzərdə tutmuram. O boynu yoğun Qərbi Azərbaycan icmasında oturub boynu yoğun insanlar ki var, o cənab prezidentin ailəsinə nüfuz eləyiblər. Artıq hörməti var və prezident ailəsini parçalayıb hökm sürmək. Və o insanlara deyirəm, siz bu fikirlə uzaqlaşın. Bu sizə heç də müsbət təsir edə bilməz. Siz hakimiyyət adamı deyilsiniz. Və ölkə rəhbərinə qarşı bu qədər kin, küdurət yaratmaq sizə yaraşmır. Mən inanıram ki, mənim bu çıxışımdan sonra orada olan o negativ hallar, o vəzifə bölgüsü, kimi hara qoyacaq, kimi hara gətirəcək. Bəli, düzdür, bugün hakimiyyət sizin əlinizdədir. Bugün Bakıların evini uçuranda siz dərsiniz. Bugün Ağdamlıları, Qərbi deyirəm, qaçqınları təhqir elətdirən də siz dərsiniz. Bugün ölkədə əxlaqsızlığı yaradan da siz dərsiniz. Bunların hamısı Əliyev hakimiyyətinə xalq nifrət eləsin, ayağa qalxsın deyə siz bunu eləyirsiniz. Yoxsa sizin başqa, ancaq siz hakimiyyətdə olmağa üstünlük verirsiniz, hakimiyyətdə biz olmalıyıq. Yerdə qalan ki, insanlar var, onları siz saymırsınız. Onlar kimlərdir? Və bugün sizin hakimiyyətinizə mən inanıram ki, şərait yaratmayacağıq. Bunu bilmək lazımdır.